yaşlı vaxtında anam rəhmətə getdi. Birdən mənə çatdı ki, məsələn, bu bayramı mən anasız keçirtdim. Sonra birdən çatdı, bu biri bayramı da anasız keçirtdim. Və hər hansı bir uğurum olanda ən çox sevinəcək adam anam idi. Bunun yox, o çox qürurlanırdı mənlə. Ona göstərəydim onu ki, anam sevinərdi. Belə bir adamı itirdim. Məni şərtsiz və mütləq mənada sevən bir varlıq itirdim. Atamı itirdim. Mən instituta girəndə, atam balaca boy kişi idi. Balkondan elə çıxmışdı, az qala düşəcəkdi balkondan. O qədər qürurlanırdı ki, oğlum instituta giribdi. Bu əvəz olunmaz bir şeydir. Bunu qədrini sağ olanda o qədər də biz anlamırıq. Bizim mütləq insanlara ehtiyacımız var. Əlin istisinə ehtiyacımız var. Bizim dostlara ehtiyacımız var. Yanacan gülüşləri